İsrail Suriyanın paytaxtı Dəməşqə hücum edib. Reutersin məlumatına görə hava zərbələrinin bəziləri Suriya prezidenti Əhməd Əl-Şaranın iqamətgahının yaxınlığında olub. Bu, İsrail ordusunun bu həftə ərzində Dəməşqə ikinci hücumudur. İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Katzın birgə bəyanatında qeyd olunub ki, bu hücum Suriya hökumətinə aydın mesajdır. Bildirilib ki, Təl-Əviv Dəməşqin cənubuna güc göndərilməsinə və ya Druz icması üçün hər hansı bir təhdidə yol verməyəcək. Ekspertlərin fikrincə, İsrail bu həmlələrlə Suriyada yaşayan Druzların onun üçün nə qədər əhəmiyyətə malik olduğunu nümayiş etdirir. Məsələ Druzların qorunması ilə bağlıdır. Çünki onlar bir neçə dəfə İsrail hökumətindən kömək istəyiblər. Təl-Əvivin Druzlarla münasibəti həmişə yaxşı olub. Onlar Suriya, Livan və İsraildə yaşayan çox əsirlik cəmiyyətdir. Druzlar İsrail ordusunda da xidmət edirlər. Bəşər Əsəddən sonraki Suriyada mühüm çəkiyə malik Türkiyənin baş verənlərə münasibəti özünü çox gözlətməyib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Suriya və bölgənin sabitliyini təhdid edən və ya təhlükəyə atacaq cəhdlərə yol verməyəcək. Başqa sözlə, Ankara Dəməşq üçün yeni planlar cızan tərəflərin qarşısında özünün dayanacağı barədə mesaj ötürüb. Yeri gəlmişkən Qollan təpələrində məskunlaşan Druzlar qorunmaq üçün İsrailə bir neçə dəfə müraciət edib. Hətta icma üzvləri Təl-Əvivi Suriyanın yeni hökumətinə qarşı müdaxilə etməyə çağırıb. İsrail burada bufer zona yaratmaq istəyir. Çünki Təl-Əviv, Tehran və Hizbullahın bölgədəki təsirini öz sərhədindən uzaqlaşdırmağa çalışır. Hazırda İranın proksi qüvvələri zəifləsə də təhlükə hələ mövcuddur. Bu həm də Təl-Əvivin Dəməşqə daha da yaxınlaşmasıdır. İsrailin proksilərin yeni hökumətə təsirindən narahat olduğu da istisna edilmir. Yəni, əgər bu baş verərsə, İsrail paytaxt Dəməşqə daha da yaxınlaşa bilər. Belə olan halda regionda hansı qüvvələrin üz-üzə gələcəyini demək isə xeyli çətindir.